Salam küçük dostlar. Ben Aqila Uyğur. Bugün Ormanlıqdakı Oyunlar degan kitabның davamını okuyman. Şadlıq usulü. Tusuq tapçılışını ögünmən dep yürgəşki ormanlıqqa berişqa çol istəymə atatdı. Onun tapçılışqa təbii talanti yoki başqa səbəb barmı barmaqlarının dapqı şundaq təkkürçü biləndən dapdın tusuq özüm oylap baxmağan nəğmə-nəvalar yanraydıqan boldu. Mahmud babayımın tusuqның tapçılış maharetindən heyran qaldı. Tusuqның çalğan nəğmələri bütün can-canavarlarını uslu oynaşqa çıllatqandək bəkmə coşqun yanraydı. Mahmud babayının Mehmet Nurxan anamı tusuqның çalğan depağa ixtiyarsız uslu oynab gedətdi. Nurxan mamay qız vaxtları da usulunu bək çiraylıq oynaydı. Məhəllədəki toy məşrəblərdə onun usullarını görmezdə durub alğanlar, həm usulğu təklif qıldığanlar köp idi. Mana bugünmü o qız çağları qayıtqandək orundan likkədə turub, tusuqның çalğan depağı usulğu düşdü. Bunu görüb Mahmud babayının azıraq içdarlıq gəldi. Hey, mən dap çalsam, qol bəllərim qetib qapdı dəb uslu oynağız onamaysan, Tursuncanla çalğan depağı oynab getdin. Mahmud babay tusuqqa məstlik kelib qırıldab köldü. 50 yıl dap çelib Mahmud dap degen namını alğanğı tuşluq Tursuncançilik mu çalalmaydıqanla. Dapını Tursuncandək çalmamdı. Nurxan mama bu gəpni Mahmud babayını qəsdən terak duruş üçün dəvət etdi. Bırak köngüdə babaya qayıl idi. Mahmud babay mı boş gəlmədi. Tursuncanның mənim şagirdim ikənligini unutub qalma. Onu mən tərbiyəlimigən bolsam babayan xırıldab güldü. Hə, burun çıxan qulaqdan keyin çıxan müngüz eçib gedib dözə. Balı çaqılarının həmmisi öy uçaqlıq qılıb olub, yoğan yolda yalğız qalğan babay, mamayının gülki çaqçaqları içində tapını həqiqətən yaxşı ögəndi. Balılar bayırmağa yəni 3 gün qalğanda tusuq ormanlıqdakı yolvasına yeniğa bardı. Yolvas tusuquna keldiğanlıqdan xəbər bolğaçqa onun aldığı çıxıb durğan ikən. Tusuq ormanlığının başlanmasındakı heliqi kiçik otlaqqa qadam qoyuş biləndən yolvas onu qızğın kütüb aldı. Xoş gəbsiz Tursuncan, xoş gəbsiz merhaba. Esselamu aleyküm akka və aleyküm əssalam. Tinç aman turvadansız yaman əməz turdum. Yolvas akka bu yergə yalvız kelib qapsız o. Akşam çüşümgə kelib qapsız. Bugün sizni keləmligin dəb turatdım. Çüşüm oğu tərtibdə manı bugün mübarək qədəminiz. Güzel ormanlığımızga qədəm tegibdi yolvas. Tusuqnu boynuğa esilib alğan depağa heyran bolub qaradı. Boynunuzdaki av qaleti nərsi nemə? Dap nemə qıldığan nərsə onu boynunuzga esib alğanınız qarğandı bək mühüm nərsə oxşamamdı. Dap dedim o, siz muçu vaxtqaça dapını görüb baxmağanmı? Yolvas tusuqның bu sualdan xıcıl bolğandək beşini sanqılatdı. Rast gəpni qılsam, mən bundaq nərsəni görüb baxmab tikənmən. Boynazı esib alğanınız qarğanında çoxun mühüm nərsi bolsa gerək də boyildim. Şunda hazır bu da mən üçün nəydi mühüm. Mən bundan acayip yanraq nəğmələrini çıxıralayman.
Bu daptan çıkan nəğmələr hər qandaq ədavətlərini yox qılıydı. O adamlar və başqa can canavarlara şadlıq əta qılıblı qalmay, bəlkə onların arasındakı türlü ziddiyyət və ədavətlərini yox qılalaydı. Yolbaz tutuqның gepiga işənməyəndək birdən turub getdi. Ondaq bolsa şirkimizning o'tirishdagi adavatini yo'q qilyapsınız bo'lamdi. Şir bilan azarlashib qolgandan buyon ko'nglim yerim dakki yashayapman. Ormanlıqdaki hayvanlarmı ikkiga bo'linib o'zaro jidallashib, may tartishib yuribdi. Burun men bilan eniq o'tadigan ba'zi hayvanlar hozir Şir bilan mening nazarimga ilmaydi. Men burunqi chog'larni seg'indigan bo'lib qoldim. U chog'da shu o'rtaqda turli ba'zi mashrablar bo'lib turadi. Sizlar nemish bundaq ziddatlashib qoldinglar? Burunqidek yashayversanglar bo'lmasmidi? Xabaringiz yo'qdek gap qilyapsiz-ku. Bir kuni Şir bilan muңdashib kelay deb ketayotsam, tulki bilan uchrashib qoldim. Qarasam, uning chiroyi tatirib ketibdi. Hey tulkijon, nima bo'lding? Parishon ko'rinasan-ku desam, u siz qachongacha mushundaq beg'am yurasiz? Şir hozir nima ko'yda yuradi bilamsiz? U o'rmonliqqa podshoh bo'lish uchun tayyorlanyapti. Yaqinda odamlarning vakili Tursunjon kelib bu o'rmonliqning podshohini e'lon qildi ekan. Siz vaqtida tutish qilmasangiz, Şir tutuqni endakka keltirib bo'ldi, dedi. Shuning bilan men o'z yaqinlarimni to'plab bu o'rmonliqqa podshoh bo'lishning ko'yiga tushdim. Shirmi shu ko'yiga tushgan gap. Ana shundan keyin har ikkimizga aromlik bo'lmayotdi. Bo'ynimdagining nima ekanligini rostdan bilolmadingizmi? Bu dab odamlarni usul o'ynaydiganda mana bu shu dabdan chiqqan ovozga kesh qilib o'ynaymiz. Buningdan chiqqan nəğməni siz anglasangizmi turolmay qolasiz. Shundaqmi? Bu dab degan narsangiz rost shundaq karomati bormidi? Yolbaz yangi o'yinchiqni ko'rgan kichik boladek dabqa hayron bo'lib qoldi. Gapimga ishonmayotgan o'xshamamsiz, ishonmasangiz, mana men hozir bu dabning karomatini ko'rsatib beray. Sizning gapingizga men qachon ishonmagan. Bu narsangiz ko'ngilni xush qilib, ijodatni yo'q qiladigan ish bo'lsa, qaynoni bir chilinga. Yolbaz necha vaqtdan beri dakkichilikda yurib, to'lama charchagan bo'lg'achqa dabning karomati bilan ko'nglidagi andishalarini yo'qotishga aldiratadi. Tusuq dabni bo'ynidan chiqarib, xuddi sahnaga chiqqan dabchilardek haddini rostladi. Mahmud bobay o'tayotgandek mardona qiyofat bilan dabni yenik chelishga boshladi. Endi tusuq qo'l barmoqlarini boshqara olmay qoldi. Dabdan chiqqan yangroq bir sada butun o'rmonliqni larzaga keltirdi. Bu sho'x nag'ma tusuqning tepadan emas, osmondagi quyoshdan kelayotgandek tuyuldi. Yolbozning ko'nglidagi g'amandishlar ko'tarilib ketdi. U azaldan usul o'ynab baxmagan edi. Biroq dab nag'masi uni ixtiyorsiz usulga tushiribdi. Yolbozning xuddi odamlardek o'rtirib sho'xlik bilan usul o'ynashi tusuqqa kulgilik tuyulsimi, ammo chondurmadi.
Mana bu yeşil otlaqda hem hayvanlar usulğa düşkən idi. Həmədən qızıqı Yolbaz bilən şir xuddi qadinas dostlardek öz ara beqişib, pırqırışıb usul oynadardı. İki tərəfdən bölünən hayvanlar adavetlerini unutup xuşal-xuram usul oynadardı. Bundaq enaq keyfiyyatının bolmağına xeyli çağlar bolğan idi. Onlarının usul oynatqanağa 20 saat bolğan bolsun, heç toxtaydığandək qılmaydı. Tusuq tapçılışını toxtatmaqçı bolduyu, bırak tap ve parmakları ona boysunmayladı. Fakat tülkü bu yerde nem keramet boluvatqanlığını biləlmək bir cəddi hiyligarlik bilen yalğan gülüp turadı. Bu kızgın keyfiyyatdan köngli söynüp turğan tusuq bilen tülkünün bu əhvalını görüp qaldı. Hayvanlarının məst bolup qalğandək şunda xuşal idi ki bir-birini qucaqlaşıb bir-biriga yaqinchilik qilishdigan turli hareketlerini qiladi. Otlaq bayram şadlıqı çöngən idi. Hayvanlar tusuqni beşiqaylab götürüb təntənə qaldı. Usuldan keyinki şadlıq çuğanları ormanlığını lərzəyə keltirdi. Şir bilen Yolbaz orunsuz üçün azarlaşıp qayıtda yarışıp qalğan dostlardek bir-biri bilen qucaqlaşıb fakat ayrılmadı. İkisi tusuqni elib otlaqın oturusundakı döngə çıxdı. Tusuqmu bu inat keyfiyyatdan hayacanlanıp getkeşkən emdeyişini biləlmədi. Növbətəvəndə təxəci şadlıq şavqunları besixmağan idi. Dərəxtlərə qatarlaşıb qonuvalğan quşlar xuşallığından biçirlər sayrışatdı. Yolbaz bilen şir aval qaysımız sözlərimiz deyəndək bir-biriga qardı. Şu çağda onlarının esiga tusuq gəldi. Tusuq onlarının işarətlik qaraşlarından məqsədini bilib meyidisiga sangılab turğan dabını dümbüs tərbiyi ittirib etib yanına qırıb etkəndən keyin yuqarı avazda sözlədi. Qadirli dostlar, sizlərinin bu yerge muşundaq enaq keyfiyyat içində cəm bolğanlardan bək söyündüm. Mən sizlərinin muşundaq enaq əcəl ötüşünlərini arzu qıladım. Mən bu ormanlıqqa gəlgəndən bu yan bugünkidək xuşal bolmağan idim. Mən aldı bilən sizlərini bu yerge cəm qılıb alğan Yolbaz bilən şirğa üçün qalbimdən rəhmət edəmən. Hörmətlik Tursuncan, ədəbsizlik bolsumu gepinizin tartıb aldım. Ormandakı biz əməz siz ormandakilərini biz əməz siz cəm qıldınız. Sizin depinizin yamraq nəğməsi bolmağan bolsa biz bu yerge cəm bolalmaydıq. Bugün biz sizin depinizə rəhmət edəmiz, dedi Yolbaz Tursuncanın depini tartib elib. Kuşlar ve hayvanlar şadlıq təntənəsiga jor boluvatqan bolsa-mı, tülkü hissət içində azablanıvadı. O çandırmazlıq üçün topunun arasığa kirib xuşal bolğan qiyafətə kirib aldı. Şəfəq qızırıb qaranğı düşey degəndə Yolbaz bilən şir tusuqni növbət bilən mindirib Birdəmdələ məhəlləsiga aparıb qoydu.